Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayının 28-ci günün duası. Allahumma vaffir hazzi fihi minen nevafil ve akrimni fihi bi ihzaril mesail ve qarrib fihi vesileti ileyke min beynil vesail ya men yeşhuluhu ilhahul mulihhin. 28-ci günün duasının tərcüməsində buyurulur ki, ilahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et. İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər. Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et. Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah. 28-ci günün müstəb namazları 6 rükətdir. Hər rükətdə bir həmd, 100 Ayət-ül Kürsi, 100 İxlas və 100 Kevsər surələri oxunur. Və namazlar bitəndən sonra 100 dəfə salavat deyilir. Bütün müstəb namazlar 2 rükətli formada qılınır. Dualarınızda bizləri unutmayın.